22-ci əsr kanalının bugünkü buraxılışında hər birinizi xoş gördük dəyərli izləyicilər. Ən vacib şey Ermənistanın daimi münaqişə tələsindən çıxmasıdır. Bəli, mən Qarabağ Ermənistandır nöqtə deyən adamam. Çünki 30 ildir bizi bəsləyən ideyaya sadiq idim. Amma mən bundan imtina etdim. Çünki bu qanayan yaranı gələcək nəsillərə ötürmək haqqımız yoxdur. Uşaqlarımıza sülhü miras qoymalıyıq. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan seçicilərlə görüşdə deyib. Paşinyan bildirib ki, Qarabağ məsələsini araşdırıb və bunun tələ olduğunu anlayıb. Mən cəsarət göstərərək səhv yolla getdiyimizi bəyan etdim. Bildirdim ki, dayanmalı və Qarabağ hərəkatından imtina etməliyik. Bunun sayəsində biz əvvəlkindən daha müstəqil, daha təhlükəsiz və daha firavan bir dövlətik. Artıq Ermənistanda sülh bərqərar olub. Qarabağ hərəkatının davam etdirilməsi yeni müharibələrə, yeni qurbanlara, nəticə etibarilə Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxaracaq. Biz Ermənistanı xilas etdik. Bunu ən böyük xidmətim hesab edirəm. O bildirib. ABŞ Tramp marşrutu layihəsinin inkişafı üzrə Ermənistan-Amerika şirkətinin yaradılmasını təsdiqləyib. Telegraf xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının Direktorlar Şurası iyunun 3-də bir sıra yeni strateji investisiyaları, o cümlədən ticarət, nəqliyyat, iqtisadi inkişaf və regional kommunikasiyaları dəstəkləməyi hədəfləyən Ermənistan-Amerika birgə müəssisəsi olan TRIP İnkişaf şirkətinin yaradılmasını təsdiqləyib. Şirkət dəmir yolları, avtomobil yolları, boru kəmərləri, fibr optik şəbəkələr daxil olmaqla əsas infrastruktur layihələrinin həyata keçirilməsini dəstəkləyəcək. Ermənistan və ABŞ arasında TRIP və ya Tramp marşrutu layihəsi üzrə saziş imzalanıb. Telegraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan məlumat verib. Əziz vətəndaşlar, saniyələr əvvəl TRIP üzrə ABŞ-Ermənistan çərçivə sazişini gözlərinizin qarşısında imzaladım. Yadınızdadırsa, bir neçə gün əvvəl mən və Amerika Birləşmiş Ştatları dövlət katibi Marco Rubio İrəvanda sazişi paraflamışdıq. İndi dövlət katibi sazişə imza atıb göndərib. Xarici İşlər Naziri bildirib. Ararat Mirzoyan əlavə edib ki, artıq Ermənistan tərəfi də imzalarını atıb, bununla da imzalama prosesi başa çatıb. Saziş təsdiq üçün hazırdır. O bildirib. Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün dayandırılması prosedurunun dekabra qədər hazırlanması planlaşdırılır. Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Avarçuk məlumat verib. Rusiya rəsmisi bildirib ki, Avrasiya İqtisadi Birliyi müqaviləsində üzv ölkələrin birlikdən çıxması və ya üzvlüyün dayandırılması prosedurları nəzərdə tutulmayıb və bu cür mexanizmlərin tətbiqi imkanları dekabradək işlənib hazırlanacaq. Üzvlüyün dayandırılmasının mümkünlüyünü araşdıracağıq. Məsələ budur ki, Birlik müqaviləsində üzvlüyün dayandırılması rejimi nəzərdə tutulmayıb. Eyni zamanda üzvlərin ittifaqdan çıxarılması mexanizmi də yoxdur. Buna görə də bütün bunlar dekabr ayınadək hüquqi baxımdan çox diqqətlə öyrənilməlidir. Aleksey Avarçuk vurğulayıb. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.